Zərərli vərdişlərə yox deyə həmişə sağlam olaq devizi altında velosiped yarışı keçirilir. İştirakçılar Heydər Əliyev muzeyindən uzun obaya olan 10 kilometr məsafəni qət edəcəklər. Necə hiss edirsən özünü? Çox rahat, çox yaxşı. Bu yarışın keçirilməsinin əsas məqsəd zərərli vərdişlərə yox deyək, təbiəti sihirlikdən qoruyaq. Çünki velosipedlər həm sağlamlıq, həm də bizim təbiətin üçün xeyirdir, faydalıdır. Onun üçün bu yarışların keçirilməyi də çox yaxşıdır. Mən düşünürəm ki, maşınların yerini velosipedlərlə əvəz etsək, həm təbiət çirklənməz, həm də insanların canı sağlam olar. Salam. Salam, salam. Yarışa necə hazırlaşırsınız? Əla, hazırıq, hazır hiss edirik. İnşallah yer tutacağımızı düşünürük. Siz necə? Mən də yaxşıyam, sağ olun. Yarış necə keçər? İnşallah yaxşı keçəcək. Keçən də gəlmişik, ikinci yer tutmuşuq. İnşallah bu da birincilik bizimdir. Hazırda ilk gələn velosipedçini görürük. 387 nömrəli idmançımız artıq finişi birinci keçibdir. Salam. Salam, xoş gördük. Sizi təbrik edirik. Sağ olun, çox sağ olun. Təşəkkür ederim. Uğurlarınız bol olsun. Çox sağ olun. Yarış necə keçdi sizcə? Yollar necə? Yarış çox əla keçdi. Düzdür, bəzi problemlərim oldu. Kameranın deşilməsinə əlaqədar diskin üzərində gəlmək məcburiyyətində qaldım, amma finişə çatmaq üçün əlimdən gələni elədim. Yarışa ilk dəfə qoşulsam da, yəni Naxçıvan daxili turlar özüm eləmişəm. Ordu, Bağat, Biz kəndlərinə turlarım olub. Amma yarış olaraq ilk dəfədir qoşuldum, xoş oldu. Yarışa əvvəlcədən hazırlaşmışsınız yoxsa yox? Hazırlaşmaq belə deyim, yəni yay boyu, tətil boyunca özüm öz turlar təşkil edirdim. Ordu, Bağat, Şahbuz, Qıvraq belə turlarım olubdu. Ən çox sürdüyüm məsafə 120 km olub. Amma yarış olaraq ilk dəfə qoşuluram. Yarış əsnasında velosipeddən düşən idmançılarımız da var idi. Onun bir səbəbini öyrənək görək. Niyə düşmüşdünüz velosipeddən? Mən gələndə elə bir pedal qırıldı. Velosipedin topu qırılmışdı. Neçənci yerə gəlirdi Səmənanda? 4-cü yer, sonra naqqım oldu da, qırıldı deyə arxada qaldı. Ən bariz iştirakçılarımızdan biri də 148 nömrəli idmançımız idi. Necəsiz? Yaxşı. Neçənci yerdə gəldi? 4-cü. Necə keçdi yarış? Əla. Hardan qatılmısan yarışa? Şahbuzun Qarababa kəndindən. Ben 3. geldim kızlardan. Dilber, Dilan Acar. Hani bu gruptan sadece Türk benim. Yani Nahçıvan'ı temsil ettim o şekilde. Necə keçdi yarış? Çok güzel geçti. Yollar biraz zorluydu ama şükür bütün arkadaşlarla birlikte güzel bir şekilde bitirdik yarışımızı. Herkese de başarılar dilerim. Yarışın startında da danışdığımız xanımlardır. Yaxınlaşaq görək onlar neçənci yerə çıxıblar. Salam, ben birinci yere çıktım. Çok şadam ki, demiştim ki ilk başta inşallah birincilik bizimdir. Dostlarıma da təbrik edirəm ki, onlar da çox yaxşı yarışdı. Hətta Aydanla bir yerdə gəldik, finiş xəttində əl-ələ keçdik. İki dost bir yerdə gəlmisiniz. Siz necə keçdi yarış? Çox sağ olun, bir daha salamlar. Biz təbii ki, hər yeri bir yerdə getdiyimiz üçün velosiped yarışında bir yerdə gəlməyə qərar aldıq. Yaxşı belə bir qərarı vermişik. Mən düşünürəm ki, yəni ayrı-ayrılıqda tək gəlsək biz bura çata bilməzdik. Bir-birimizin dəstəyi ilə, bir-birimizə baxaraq, ilhamlanaraq bura gəlib çata bildik. İnşallah bu tür yarışlarda daha çox qadınların iştirak etməyini istəyirik.